Şimdi bakalım çevre üzerine ölçekdə. Bax, bu bizim çevrəmizdir. Cisim təsəvvür edən uşaqlar çevrə üzrə hərəkət edir. Aha, bura A nöqtəsi deyiləm, yerinə tutma hissədir. Cisim buradadır, bax, bu A nöqtəsindədir. Təsəvvür edən cisim saat əqrəbi istiqamətlə hərəkət edir. Zaman periodun 4/1-nə bərabər oldu, buradan eyni uşaqlar. Bax, zaman periodun 4/1-nə bərabər olanda cisim hara gələcək uşaqlar? B nöqtəsinə gəlməyəcək. Bura gəlmir mi? İndi uşaqlar, A nöqtəsində potensial enerjiləri sıfırdırmı? Bəs burada nəyə bərabərdir? Bax, hündürlük buradır uşaqlar. Tamam. Bu H nəyə bərabərdir? Bu elə bərabər deyil. Onda potensial enerjinin dəyişməsi, delta potensial bərabərdir mg olacaq uşaqlar. mg'yə çıxan sıfır yazacaq, olur nə? mg. Kinetik enerjinin dəyişməsi nəyə bərabər olur uşaqlar? Sıfıra. Çevrə üzrə hərəkətdə kinetik enerjinin dəyişməsi nə olur uşaqlar? Sıfır olur. İmpulsun dəyişməsi kökatda 2 p idi. Sürət dəyişməsi kökatda 2 p idi. Yer dəyişmə kökatda 2 l idi. Evet, tamam. Yolda 2 p'yi vurduq nəyə 4'də? Yəni p 1 2. Sonra zaman periodu yarısına bərabər olur. Uşaqlar burada bəzi belə yazır. 180 dərəcə nə yazır? Dərəcə nə deməkdir? 180 dərəcə 2/1'dir. Bax, bu zamanlara gələn cisim çevrənin yarısını gəlir də, S nöqtəsini. Bəs buradan buraya yollanan hündürlük 2 mi? Olacaq nə onda? Delta potensial 2mg. Başa düşürük basın. Dəqiq. Bəs kinetik enerji dəyişməsi? Sıfır. İndi zaman periyodun 4/3-nə bərabər olan uşaqlar. Aha, 4/3. Məsələn, 270 dərəcə dönür. Hara gələcək uşaqlar? Bura gəlməyəcək. Bura gələcək. Bəs burada olan hündürlük nəyə bərabərdir? Baş bərabərdir. Elə bərabərdir. Uşaqlar buradan buraya gələn məsafə. Bu radius deyil. Aha. Buradan buraya gələn məsafə bu məsafəyə bərabərdir. Yenə onda potensial enerjinin dəyişməsi nə oldu? mg olacaq uşaqlar. Zaman bir periyoda bərabər olanda cisim hara gələcək? Fırlanıb gələcək olsun. Onda potensial enerji olacaq. Sıfır olacaq. Bəli, potensial oldu. Sıfır. Zaman periyodun 6/1-nə bərabər olanda uşaqlar. Aha, ne sonra ne? 60/1'dirsə. 60'da 1, 6'da 1. Evet, 60 dərəcə. Ha, 60 dərəcə. Bəli. Fikirləş. Sən yoxsa olacaq. Yəni nə qədər mg belədir? Bəli. Bəli. Baxın, bu səbəblə uşaqlar, qulaq asın, 60 dərəcə dönəndə tutaq ki, bura gəlir, 6/1-dir. Cisim burada olur. M kütləli cisimdə. Bura necədir? 60 dərəcədir. Bax, bizə lazımdır bu hündürlüyü tapmaq.